Salam, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi ayın 3-ü iyun 2026-cı ildə Arti tərəfindən keçirilmiş bir sınaq oldu təsvir incəsənətdən və biz bu sınağın izahını siz müəllimlər üçün çəkib paylaşmaq istədik ki, sizlərə dəstək olsun. Deməli, gəlin elə sınağımızın başlayaq izahına. Birinci sualda deyir ki, rəssam müasir dekorativ tədbiqi sənətin bu növündə işləyərkən əridilmiş mumu parçadakı rəsm üzərinə hopdurur. Sonra bütün təyin olunmuş rənglər açıqdan tündə prinsipinə əsasən parça üzərinə çəkir. Bu dekorativ tədbiqi sənətin hansı növüdür? Bu batikadır müəllimələr. Burada qaynar batikadır və cavabımız B variantıdır, batika. Daha sonra ikinci sual. İkinci sualda deyir ki, Van Gogh'un üslubunda bir əsər çəksəydiniz, hansı rəngdən və hansı texnikadan istifadə edərdiniz? Van Gogh impasto texnikasından istifadə edir və sarı rəngdən, sarı tonlardan istifadə edirdi. Hətta yadınızda sarı rəng onun üçün dostluğun mənasını bildirirdi. A variantı. Üçüncü sualımız. Fauvizm üslubuna aid olmayan xüsusiyyəti müəyyənləşdirin. Deməli, fauvizm üslubunu gəlin xatırlayaq. Fauvizm üslubu necə idi? Fauvizm üslubunda kontrast rənglər var idi, sadələşdirilmiş formalar idi, təsvirin ümumiləşdirilməsi, təmiz rənglər. Amma fauvizm üslubunda işıq kölgə yox idi. Çünki fauvizm üslubunda işıq kölgə və xətti perspektivadan imtina olunmuşdu. Ona görə cavabımız burada C variantı. Dördüncü sual. Henri Matisse'in bu əsərində od, torpaq və hava rəmzi sayılan elementlər təsvir olunubdur. Əsəri müəyyən edin. İki əsəri var idi. Kontrast rənglərlə işlənmiş rəng və musiqi əsəri. Rəqs və musiqi əsəri. Deməli, burada da rəqs verildiyi üçün A variantını götürürük biz. Sonra 5-ci sual. Paul Gauguin'in yaradıcılığına aid deyil. Birinci gəlin başlayaq A variantından. Məhəbbət, ölüm və izdirab kimi mövzulara üstünlük təşkil edirdi. Bəli, var idi. Çünki elə simvolizmdə bu simvolizmə xas idi və bu simvolizmdə Paul Gauguin'in yaradıcılığının əsas janrlarından biri idi. Tablolar səhti və ornamental idi. Bəli, divar aplikasiyası kimi səhti görsənirdi, səhti işləmişdi. Sonra kompozisiyalar yassı və monumental idi. Doğrudur, yassı və monumental işləmişdi. Forma və xətləri ümumiləşdirmişdi. Bəli, əsərlərində yassılığa nail olsa da, o əsərlərində forma və xətləri ümumiləşdirməyi bacarmışdı Paul Gauguin. Amma Y variantına baxın, işıqlı rənglər, yumşaq rəng keçidləri və xarakterik idi. İşıqlı rənglər, yumşaq rəng keçidləri yadınızdadsa Paul Gauguin'in impressionizm dövrünə məxsusuydu. Yəni Paul Cézanne'ın impressionizm dövrünə məxsusuydu. Paul Gauguin'ə aid deyildi. Ona görə 5 cavabımız olacaq Y variantı. 6-cı sualımız. Vasili Kandinski'nin yaradıcılığına aid olan xüsusiyyətləri seçin. Rəssam barədə bir neçə kitabın müəllifi və tədqiqatçı etnoqrafı idi. Bəli, doğru. Bir neçə kitabın müəllifi idi və tədqiqatçı etnoqrafı idi. Sonra keçdik digər sualımıza. Əsərlərində rəngin təravəti, rəng keçidlərin yumşaqlığı hiss olunurdu və daha işıqlı rəng qamması xarakterik idi. Xeyr, bu Vasili Kandinski deyil. Bu Paul Cézanne'ın impressionizm dövrünə məxsusuydu. Biz aid olan xüsusiyyətləri götürdüyümüz üçün biri götürürük biz burada. Sonra abstrakt sənətin banisi və nəzəriyyatçılardan biridir. Bir də 3'ü götürürük. Amma o birilərinə də baxaq, gəlin onları da əliyək. Əsərləri ikili obrazlardan, istehsalı səhnələrdən və optik illüziyalardan ibarət idi. Yadınızdadsa bu optika kamerası olan hissədəydi. Burada da Leonardo da Vinci, Valenskis, Caravaggio bunların adları verilmişdi. Mühəndislik təhsili almışdı. Əsərləri elmi və riyazi görünüşə malik idi. Bu isə Nüam Gabo idi. Ona görə burada cavabımız Y variantı. Sonra şagird xalq tikmələrinə aid nümunə təsvir edərkən tünd qırmızı, fon üzərində qızılı rəngdə dalğavari çarpa sınıq xətlərdən ibarət kompozisiya yaratmışdı. Bu xüsusiyyətlər hansı tikmə növünə
aiddir. Bunlar müəllimə güləbətinə aiddir. Güləbətin bir rəngdə ya qızılı ya gümüş rəngdə bəzənirdi. Arxa fon hissəsi isə tünd qırmızı və tərzi olurdu və yaxud da ki tünd göy rəngdə, yaşıl rəngdə ola bilirdi. Burada da tünd qırmızını verirdi, dalğa varis, çarpaz xətt, sınıq xətt verir və bu güləbətin xüsusiyyəti idi. Digərlərini xatırlayaq. Muncuq tikmə necə idi? Muncuq tikmədə sanki sulyet canlanırdı. Təkəlduzda sarmaşan bitkilər var idi. Pilə tikmədə də hətta deyil, əfsanəvi obraz əjdaha təsvir oluna bilirdi. Cavabımız burada A variantı. Sonra 8. Uyğunluğu müəyyən edin. Sadə və qaba olur. Rəngli üfüqi zolaqlardan ibarət idi. Bu palaz idi. Üfüqi sırada dəvə karvanı, atlardan ibarət kompozisiya, şəddə, ensiz uzun və şaquli rəngarəng zolaqlar üzərində sadə həndəsi naxışlardan ibarət idi. Bu əlbəttə ki olacaqdı. Cici. Yüngül, iki yüzlü olur. Üçbucaq, romb və trapesidən ibarət idi. Bu da kili. 1D, 2A, 3C, 4B variantı idi. Uyğunlaşdıranda cavabımız C variantı gəldi. Səhv eləmirəmsə. 1D, 2A, 3C, 4B. Bəli, C variantı. 9. Şagird təbii varlıqlardan ibarət qeyri-heraldik fiqur təsvir etmək istəyir. O hansı təsvirləri yerinə yetirməlidir? Əlbəttə ki, qeyri-heraldik fiqurlarımız insan, heyvan və bitki idi. A variantı. İndi gəlin bir dənə xatırlayaq sizi ilə. Əsas heraldik fiqurlarımız da diagonal, şaquli və üfüqi idi. Keçdik. 10. Şagird rənglərin emosional təsiri haqqında təqdimat edərkən mavi rəngin əks etdirdiyi təəssüratları qeyd edir. Nədən ibarət idi? Mavi rəngimiz sakit idi. Mavi rəngimiz əminamanlıq idi. Harmoniya idi. Y variantı. 11. Yaradıcı rəsm nədir? Qazanılmış bilik bacarıqlar əsasında rəssam tərəfindən çəkilmiş rəsm. Bəli, elə A variantımız aiddir. Digər variantları oxuyaq, çıxardıq. Bədii əsərin ideyasını müəyyən edən ilkin rəsm eskiz. Mexanizmlər, əşya və cihazların detal hissələri haqqında yəni təsəvvür yaradan rəsm texniki. Elmi tədqiqat xarakterlidir, texniki. Natural xarakterin xüsusiyyətlərini tez bir zamanda ifadə edən rəsm qaralama. Cavabımız burada A variantı. 12. Komiklər özündə hansı incəsənət növünün xüsusiyyətini birləşdirir? Əlbəttə ki, ədəbiyyat və təsviri incəsənət. Çünki bir komiks çəkən zaman orada rəng təsvirlərdən və ifadələrdən istifadə etdiyimiz üçün ədəbiyyat və təsvir incəsənətin uğurlu sintezindən istifadə olunur. Y variantı. 13. Uyğunlaşdırırıq. Deməli, birinci monoqramdı, Albert Dürerə məxsusdur. İkinci fantastik məxluqlar Leonardo da Vinci'nindir. Üçüncü elə Pablo Picasso'nun adını da görürük biz orada. Pablo Picasso Sülh Göyərçini. Dördüncü Arif Hüseynov dialoq əsəridir. Dəzgah qrafikasında işlədiyi. Deməli 1A, 2C, 3B, 4D variantı. Uyğunlaşdırana səhv eləmirəmsə D variantı gəldi. Sonra 15. Verilmiş naxış elementlərinin hansı xovsuz xalça növünə aid olduğunu müəyyən edin. Deməli, burada müəllimələr zili olacaqdı. Çünki bu zilinin bəzəyidir. Daha sonra keçdik 15-ci suala. Bu ölkə nabati ornamentin vətəni sayılır. Burada cavabımız qədim Misirdir. B variantı nəbati ornamentlərin vətəni Misirdir. 16-cı sual. Əsərin müəllifini müəyyən edin. Həyatın mərtəbələri əsəri Fazil Nəcəbovun əsərlərinin sırasındadır. A variantı. 17. Bu rəssam bir çox əsərini şərq əfsanə və nağılların motivlərinin əsasında yaratmışdı. Eyni zamanda dekorativ səhnə tərtibatının müəllifi olmuşdu. Söhbət burada kimdən gedir? Əlbəttə ki, söhbət burada
Toğrul Nərimanbəyovdan gedir söhbət B variantı. Hətta belə bir hissəni yadınıza salmaq istəyirəm ki, Toğrul Nərimanbəyov da deyirdi ki, şərq əfsanə və nağılları motivlər əsasında yaratmışdı və bir çox səhnə tərtibatı, hətta balet vermişdi. Fikrət Əmirovun 1001 gecə baletinin rəsm eskizini, hətta monumental divar rəsmləri çəkmişdi. Nağıllar aləmi, kukla teatrın foyesinə, şərq əfsanə nağıllarına bir nümunədir bu da sizin üçün. Cavab B variantı. 18. Natürmortlarını Eduard Manet'in natürmortları özündə əvvəlki rəssamların yaratdıkları natürmortlardan hansı xüsusiyyətləri ilə fərqlənirdi? Əşyaların sayını azaltması ilə. Natürmortlarda əşyaların sayını azaltmışdı. D variantı. 19. Uyğunluğu müəyyən edirik. Simmetriya, nisbət həndəsə, İntibah dövrü, incəlik, zəriflik aid olacaq rokokoya, tağ şəkilli formada qalx və pəncərələr roman üslubu, silindrik forma üzərində günbəz olacaq Bizans üslubu. Uyğunlaşdıraq. 1 C, 2 D, 3 olacaqdır B variantı, 4 A variantı, C variantı uyğunlaşdı. 20. Şagird keramikanın xüsusiyyətlərini araşdırarkən, keramikanın bu növündə dekorativ panolar, kaşlı piltələr, monumental heykəllər, həmçinin qab-qacaqlar hazırlandığını müəyyən etdi. Deməli, burada bu hansı növdür? Mayolika. C variantı. 21. Qədim Şumer sənətkarlığına ait saxsı qabları təsvir edərkən, onun hansı təsvirlərlə bəzədilməsi bu qabları xarakterizə edə bilərdi. Əlbəttə ki, qədim qablarda həndəsi ornamentlər və stilizə edilmiş heyvan figurları var idi. Əfsanəvi formaları, figurları çıxırıq, çünki onlar Yunan qablarındaydı. Ziyafət səhnələri Yunan qablarındaydı. Qadın təsvirləri qırmızı figurlu, yəni Yunan qablarındaydı. Qara figurlu və qırmızı figurlu qabların xüsusiyyətini çıxanda cavabımız avtomatik qalır Y variantı. 22. Azərbaycan miniatür sənəti tarixində realist üslubu ilə seçilən portret ustası Sadiq Bəyəfşar idi. D variantı. 23. Zərgər ilk olaraq hamar gümüş səth üzərində cızma ilə naxış çəkir. Daha sonra isə səhti qara məhlula örtür. Zərgər hansı texnikadan istifadə etmiş olur? Qara savatdan istifadə edibdir müəllimələr. Gümüş səthin içərisində qara məhlul doldurur. 24. Deyir ki, şagird muzeydə qədim Yunan vazası üzərində insan figurları, atlı səhnələr və müxtəlif ornamentlər təsvir olunduğunu müşahidə edir. Şagird bu qab rəngkarlığın texnikasına aid hansı texnikaya aid olduğunu müəyyən edir. Deməli, burada hansıdır? Əlbəttə ki, bu qara figurlu qabdır. C variantı. Üzərində baxın, yaxınlaşdırım elə sizin üçün. Baxın, görürsünüz, figuru qara rəngdir. Fonu qırmızı olsa da bizə figur lazımdır. Qara figurlu qab. Sonra keçdik 25-ci sual. Deyir ki, nümunəyə baxaraq metalın bədii emal üslubunu müəyyən edin. Bu, tökmə və həkk etmə texnikasından istifadə olunub 6-cı sinif dərsindədir, metal dərsində. C variantı. 26. Sezanın yaradıcılığının bu dövründə mənzərə və çiçəkli natürmortlar üstünlük təşkil edirdi. Əlbəttə ki, impressionizm dövrü. D variantı. 27. Şagird natürmortun ilkin rəng həlini tamamladıqdan sonra növbəti mərhələyə keçməzdən əvvəl hansı amilləri nəzərə almalı idi? Əlbəttə ki, növbəti mərhələyə keçməzdən əvvəl bax, yeni detalların əlavə olunması deyildi, kontur xətlərin göstərilməsi deyil, kompozisiyanın dəyişdirilməsi və kontrast rənglərin vurulması xeyir deyildi, ümumi ton və işıq kölgə münasibətlərin yoxlanılması bəli. Artıq ikinci mərhələyə keçdikdə bu münasibətlərə diqqət edilməlidir. D variantı. 28. Heykəltaraş Fuad Əbdürrəhmanbəyovun xalq rəssamı Köroğlu, Babək və Cavanşirə həsr etdiyi əsərlərin heykəltaraşlığın hansı növünə aiddir? Baralyev. B variantı. 29. Müəllim Usta Qəmbər Qarabağinin Azərbaycan memarlığı və rəssamlıq
ənənələrini zənginləşdirən bir sənətkar olduğunu bildirir və bununla bağlı layihə hazırlamağı tapşırır. Şagird təqdim etdiyi layihədə rəssamın bu sahədə hansı fəaliyyətlər qeyd etmişdi? 1. Şəki Sarayının divar naxışlarını bərpa edibdi. 3. Dekorativ və rəngkarlıq üslubları məharətlə birləşdirmişdi. 1-3 götürürsünüz. Bir də Şuşa şəhərinin yaşayış evlərini bəzəmişdi. Mehmandarovlar, Rüstəmovlar kimi bir çox evlər bəzəmişdi. 1-3-5. C variantı. Keçdik digərinə. 2-ni deyim sizə. 2 təzgah rəssamlığı Mirzə Qədim İrəvanidir. 4-də Mir Mövsüm Nəvvabdır. 30. Auguste Rodin realist üslubda bürüntüdən yaratdığı heykəllər qrupu necə adlanır? Qrup dediyi üçün Kale şəhərinin vətəndaşları ilə. D variantı. 31. Delacroix'ın üslub texnikası nə idi? Romantizm, rəngkar və qrafik. D variantı. 32. Azərbaycan təsvirincə sənətinə improvizasiya və sərbəstlik gətirən nonkonformist və novator olan rəssam Mircavad Mircavadov idi. B variantı. 33. Şagird dünya muzeyləri haqqında təqdimat edərkən İtaliyanın Florensiya şəhərində intibah dövrünün rəmzi sayılan muzey haqqında maraqlı məlumat verdi. Bu Uffizi qalereyasıdır. Louvre muzeyi bildiyiniz kimi yerləşir Fransa, Parisdə. Alberta və Victoria Londonda. D'Orsay muzeyi də yerləşir Parisdə. Ermitajda yerləşir Rusiyada. Bizə düzü bunlar elə belə dedim. Bizə əsas cavab lazımdır. Uffizi qalereyası C variantı. 34. Postimpressionizmin ən böyük sənətkarlarından olan məşhur fransız rəssamı Paul Gauguin'in qədim şərq ölkələri, qədim Yunanistan və ibtidai mədəniyyətə maraq göstərməsinin səbəbi nə idi? Əlbəttə ki, burada gəlmədənə baxaq. İnsanlar tərəfindən onun əsərlərinin daha anlaşılan olması üçün, cəmiyyətdə onun yaradıcılığa marağın çox olması və yeniliklərin axtarışında olması üçün, müasir olduğu cəmiyyətin qəbul edilməməsi, realizmin prinsipləri onu daha qane etmirdi, məşhur olmaq və daha çox gəlir əldə etmək üçün. Xeyr, bunlar deyildi. Əlbəttə ki, burada cavab müasir olduğu və cəmiyyətin onu qəbul etməməsi üçün o başını götürüb Tayt adasına gedir və orada özünün texnikasından rəsmlər çəkməyə başlayır. C variantı. 35. Şagird mənzərə təsvir edərkən uzaqdakı dağları tünd, digər detalları isə daha aydın və parlaq rənglə təsvir edir. Müəllim şagirdə bu təsvirdə hansı qaydanın pozulduğunu bildirməlidir. Hava perspektivası, rəng nisbətinin dəyişməsi. D variantı. 36. Şagird natürmort qurarkən stol üzərinə meyvələr, şüşə, qab və parça yerləşdirir. Lakin bütün əşyaların bir xətt üzərinə düzülməsi, aralarındakı məsafənin az olması və işıq mənbəyinin nəzərə alınmaması səbəbilə kölgələr qeyri-müəyyəndir. Bunun nəticəsində də təsvir səhvi və cansız görsənir. Müəllim natürmortun düzgün qurulması üçün hansı tövsiyəni verilməlidir? Əlbəttə ki, müəllimələr burada əşyanı o qədər sıx yerləşdiribdir ki, işıq kölgə görsənmir və işıq kölgə də olmayanda əşyaya həcm verilmir də, cansız görsənir. Müəllimin ən gözəl ona tövsiyəsi bütün əşyaların müxtəlif planlarda yerləşdirib işıq mənbəyini düzgün müəyyənləşdirməsidir. Yəni, Y variantı. Əşyaların müxtəlif planlarda yerləşdirib işıq mənbəyinin düzgün müəyyənləşdirilməsi. Y variantı. 37. Bu üsluba aid geyimlərdə ciddi görkəm, dəbdəbə, rəsmilik və qeyri-adi səciyyəvidir. Baxın, ciddi görkəm, dəbdəbə, rəsmilik varsa, bu 14-cü Ludovikin dövrü barokko dövrüdür. Y variantı. 38. Qızılı və gümüşü saplarla toxunmuş naxış ipək parça növünün müəyyən edin. Müəllimələr, bu Zərbafa aiddir. Zərbaf qızılı və gümüş saplarla toxunurdu. Məxmər narın tüklüydü. Atlas
hamar toxunuşluydu. Qanavuz qalın ipək parçaydı. Mahudda qalın yun parçaydı. Ona görə cavabımız C variantıdır. 39. Mimarlıq üslublarını müəyyən edin. Şəkillərlə uyğunlaşdıracağıq biz burada. Deməli, birinci üslubumuz olacaqdı bizim antik üslub. İkinci incəlik və zəriflik görürsünüz. Birinci üslubumuz, üzr istəyirəm, bax, bu üslub, birinci üslubumuz roman üslubudur. Bu üslubumuz antik üslubudur. Deməli, bir C'dir, ikinci rokokko üslubudur, üçüncü intibahdır, beşinci də gotikdir. Gəlin indi bunları uyğunlaşdıraq. Birinci roman 1C, 2 rokokko Y, 3 intibah, yəni Rönesans D, 4 antik A, 5 gotik B variantı. 1C, 2 Y, 3D, 4A, 5B. D variantı uyğun gəldi müəllimələr. Sonra 40-cı sual. Eyler-Venn diaqramının əsasən uyğunluğu müəyyən edin. Burada biz neyəcəyik? Burada deməli uyğunluqda xüsusiyyətləri götürürük. İmpasto texnikası Van Gogha məxsusuydu. Biri Van Gogha yazırıq. Təəssüratçı rəssam Claude Monet idi. 3'e yazırsınız bunu. Postimpresyonizm üslubu bu Van Gogha məxsusuydu. 1-3 Van Gogh'dadır. Deməli 1'in qabağına yazısınız 1-3. Sonra rəngkarlıq hər ikisində var idi. Rəngkarlığı götürə bilərik biz. Yox, rəngkarlıq şeydəydi. Rəngkarlıq Claude Monet'ə biz bir Claude Monet'ə götürürük. İmpresyonizm üslubunu deməli rəngkarlığı orta xüsusiyyət kimi götürüb impresyonizm üslubunu Claude Monet'ə götürürük. Burada uyğunluq gəlir onda. Biz Van Gogha, yəni 1'ə 1-3, orta xüsusiyyətə, yəni 2'yə 4, üçüncü, yəni Claude Monet'ə də uyğunluqla gəlir 2-ci və 5-ci. Bu cavabı da tapırıq biz variantı B variantı. 41. Şagird mövzuda rəsmi yerinə yetirərkən Xəzər dənizi və Qız qalası təsvirini eyni səviyyədə yerləşdirir və nəticə dərinlik təəssüratı yaranmır. Təsvir zamanı şagird hansı qaydanı pozmuşdu? Perspektiva düzgün qurulmadıqda dərinlik yaranmır əsərdə. 42. Burada uyğunlaşdıraq gəlin əsərləri. Birinci A variantı Babəkin yürüşüdür. Böyük Ağa Mirzazadə, Sadıq Şərifzadə və Mikayıl Abdullayevin işlədiyi tarixi. Bu əslində bu əsərdə yazılırsa tarixi və batal janrı yazılmışdı. Ona görə 5'ə A-nı götürürük. İkinci Elturan Avalovun əsəridir. B variant, biz bunu götürürük mənzərəyə B variantı. 2'yə B. Üçüncü Natirimortdur. Dördüncü Nadir Abdurrahmanbəyovun Qızlardır. Bu məişət janrındadır. 1'ə D götürürük. Davud Kazımovun da əsəri Səməd Vurğun. Bunu da biz götürürük. Deməli portretə 4'də Y variantı. Uyğunlaşdıranda burada cavab nə gəlir? Deməli 1D, 2B, 3C, 4Y, 5A. Y variantı uyğun gəlir. Sonra 43. Görkəmli memar və mühəndis kimi körpü və yeraltı anbarların, memar kimi məscid saray, karvansaray və hamamların tikilməsinə rəhbər etmiş kim memar idi? Əlbəttə ki, memar Sinan. Boz həndəsi daşlarla işləyirdi. Özdə şərq dünyasının görkəmli nümayəndələrindəndir. D variantı. 44. Rəssam əsər çəkmədən öncə nə etməlidir? Əlbəttə ki, rəssam ilk öncə rəsmi çəkməmişdən qabaq onu müşahidə etməlidir. Rəssam güclü müşahidəçi olmağı bacarmalıdır. Deməli, burada olacaq A variantı. 45. Rəsmdə xətlərin ifadə imkanlarını müəyyən edin. Baxın, müəllimələr, burada yanlış olanları mən çıxıram. Deyir ki, rəsmdə xətlər məzmunu ifadə etmir. 3'ü çıxırsınız. Bir də deyir ki, xəttin hansı alət və materialla çəkilməsi daha vacib məqamdır. Alətlə, yəni önəmli deyildi. Yəni bu səhvdir. 3 ilə 4'ü çıxanda 1, 2 və 5. Həqiqətən də xət rəsmdə fikirləri ifadə eləyir.
Xətt vasitəsilə necə təsvir etmək çox vacibdir və qrafikanın dilidir. 1, 2 və 5. Cavabımız Y variantı. 46. İncəsənətin yeni istiqaməti olan bu sənət növünün adı işığın köməyi ilə rəsm ifadəsini edir. O əvvəlcə rəsmə kömək etmək üçün icad olunmuşdur. Fotoqrafiya ən yeni növlərdən biridir. 19-cu əsrdə təsvir sənətin ən yeni növlərindən biridir və burada cavabımız fotoqrafiya olacaqdır. Yəni Y variantı. 47. Animasiyanın hansı növündə müxtəlif materiallardan ibarət obyektlərdən istifadə edilir? Müxtəlif materiallardan deyirsə bu həcmli animasiyadır. Çünki əllə çəkilən qrafikdir, 2D, 3D kompüterdir. Amma həcmli gəlincik, maket falan bunlar həcmli animasiyadır. 48. Müəllim memarlıqda fayda, qənaət və gözəllik devizinin hansı üsluba aid olması ilə bağlı şagirdlərdən fikirlərini öyrənmək istədi. Şagirdlər müxtəlif fikirlər irəli sürdüsə, bu konstruktivizm, hətta Azərbaycana Mikayıl Hüseynov gətiribdir bunu, A variantı. 49. Şagird xalçaçı rəssamlar haqqında təqdimat edərkən kainata yaradılışı, insanın göy cisimləri və kosmosu öyrənməsini həsr etdiyi Kəşkəşan xalçasını yaradan rəssam haqqında məlumat verdi. Bu Eldar Mikayılzadədir. Eldar Mikayılzadə hətta bu xalçasına görə Amerikada qızıl medala layiq görülübdür, mükafata layiq görülübdür. 50. Alberto Giacometti'nin heykəltaraşlıq etdiyi yenilik nədən ibarət idi? Əlbəttə ki, o sadə figurlar və incə formada hazırlayırdı. Həcmli sadə figurlar isə incə formada hazırlayırdı. Baxın, A variantı Nüyam Qabuya aid idi. Yüngül formada işləyən həndəsi. B variantı Rodinə aid idi, natamamlıq. Rəngli kilometrlərdən hazırlayırdı, təbii formada və həcmli olurdu. Xeyr, bunlar deyil, Y variantıdır. Bax, bugün sizin ayın 3-ü, iyun 3-ü 2026-cı ildə ART tərəfindən təsvirinci sənət müəllimlərin sertifikasiya imtahanına dəstək mənalı keçirdiyi sınağın cavabları idi.